Salam, növbəti dərsimiz Versal-Vaşinqton sistemi olacaq. Ötən dərsdə qeyd etdik ki, 1914-1918-ci illərdə Birinci Dünya Müharibəsi oldu və Birinci Dünya Müharibəsi bitdikdən sonra qalib dövlətlər Fransanın Parisdə, Versal sarayında, həmçinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində böyük bir konferans təşkil edildi. Versal konferansı 1919-1920-ci ildə oldu, Vaşinqton konferansı isə 1922-ci ildə oldu. Və bu iki konferans birlikdə Versal-Vaşinqton sistemi adlandırılır. Versal-Vaşinqton sistemini çağırmaqda məqsəd qalibləri cəzalandırmaq və dünyada yeni düzən, yeni bir sistem formalaşdırmaq idi. Burada əsas söz sahibi böyük üçlük idi. Amerika Birləşmiş Ştatları, Fransa və həmçinin Böyük Britaniya. Bu konferanslara məğlub dövlətlər, həmçinin Sovet Rusiyası çağırılmamışdır. Versal konferansının əsasını təşkil edirdi Amerika Birləşmiş Ştatlarının prezidenti Woodrow Wilson 14 maddə sistemi. 14 maddə sisteminin əsasını təşkil edirdi gizli diplomatiyadan əl çəkmək, xalqlara öz müqəddəratını təyin etmək hüququnu verilməsi, həmçinin silahların məhdudlaşdırılması. İlk öncə Versal konferansında qalib dövlətlərin iştirakı ilə müqavilələr hazırlanır. Daha sonra bu müqavilələr məğlublara buyurulur və onlar da bunu yalnız təsdiqləyirlər. Almaniya ilə 1909-cu ilin iyununda Paris müqaviləsi imzalanır. 1909-cu ilin sentyabrında Avstriya ilə Saint-Germain müqaviləsi imzalandı. 1909-cu noyabrında Bolqaristanla Neye müqaviləsi imzalandı və 1920-ci ilin Macaristanla Trianon müqaviləsi imzalandı ki, və bu 5 müqavilə ilə birlikdə adlanır Versal konferansının əsas gedişatı. 1909-cu ilin iyununda Almaniya ilə imzalanan Paris müqaviləsinin şərtinə görə Almaniya müharibəni törətməkdə təqsirkar olduğunu etiraf edir. 2. Almaniya üzərinə böyük miqdar təzminat qoyur. 3. Almaniyanın hərbi dəniz qüvvələri ləğv olunur və onun qoşun saxlaması ixtisar olunur. Həmçinin Almaniya baş qərargah rəisliyi buraxılır. Ərazi məsələyə keçdikcə Almaniya Elzas və Lotarinyanı Fransaya qaytarır. Almaniya Qərbi Prusiyanı və Poznan şəhərini, Şərqi Prusiyanı və Poznan şəhərini Polşa dövlətinə verir. Həmçinin Almaniya Sarı vilayətini də 15 il müddətinə Fransanın idarə etməsinə verir. Həmçinin Fransanın istəyi üzərinə Almaniya-Fransa sərhəddi olan Reyn bölgəsi silahsızlaşdırılır və Almaniya bütün müstəmləkələrindən məhrum edilmiş olur. Digər gəlirik 1909-cu ilin sentyabrında Avstriya ilə Saint-Germain müqaviləsi imzalanır. Bu müqavilənin şərtinə görə Avstriya Macaristan dağılır. Avstriya ərazilərinin bir hissəsi onun qonşu ərazilərinə Serb, Xorvat, Sloven krallıqlarına verilir. Avstriyanın üzərinə təzminat qoyulur və Avstriya da Macaristanla birləşmə öhdəsinə götürür. Daha sonra 1909-cu ilin noyabrında Bolqaristanla Ney müqaviləsi imzalanır. Bolqaristan ərazilərində qonşu dövlətləri verilir. Həmçinin Bolqaristanın üzərinə təzminat qoyulur və Bolqaristana Egey dənizə çıxmağından məhrum edirlər. Və 1920-ci ilin Macaristanla Trianon müqaviləsi ilə Avstriya-Macaristan imperiyası dağılması rəsmiləşir və Macaristanın üzərinə təzminat qoyulmuş olur. Və son olaraq müttəfiqlər Osmanlı ilə müqavilə imzalamaqda yuvanırdılar, çünki fikir ayrılıqları var idi. Nəhayət onlar 1920-ci ilin avqustunda Osmanlı ilə Sevr müqaviləsi imzaladılar. Sevr müqaviləsinə görə Osmanlı ərazisi 4 işğal zonasından bölünürdü. Böyük Britaniya, Fransa, İtaliya və Yunanistan. Lakin bu işğal zonası gerçəkləşmədi, çünki bu Osmanlıda müsəlmanlar azadlıq mübarizəsini başlatdılar və işğalçıları oradan qovmağa nail oldular. İndi isə gəlirik Versal konferansının yekunlarına, nəticələri nədən ibarət olur? Konferansın nəticələri Almaniya, Avstriya Macaristan, Osmanlı və Rusiya imperiyaları tam olaraq süqut edir. Onların ərazisində milli dövlətlər yaranır ki, bu da milli münaqişələrin gəlişdə zəminini yaradır. Daha sonra Avstriya, Macaristan, Çexoslovakiya, Serb, Xorvat, Sloven, daha sonra bu Serb, Xorvat, Sloven dövləti Yugoslaviya olaraq adlandırılır. Həmçinin Polşa dövləti də bərpa olunmuş olur. Millətlər cəmiyyəti yaradılır Versal konferansının gedişatında. Millətlər cəmiyyəti yaratmaqda dünyada yeni ədalətli bir düzen qurmaq idi. Millətlər cəmiyyətində Amerika Birləşmiş Ştatları və Sovet Rusiyası bura daxil olmur. Niyə? Çünki Amerika Birləşmiş Ştatları təcridçilik siyasəti yürüdürdü. Avropadakı hadisələrə qarışmadığı üçün bu sistemə daxil olmur. Sovet Rusiyası isə ümumiyyətlə
Almaniya ilə vaxtından əvvəl müqavilə imzalab çıxdığına görə, yəni müttəfiqlərin yarı yolda qoyduğuna görə Versal konfransı çağırılmamışdır, ona görə Millətlər Cəmiyyəti daxil olmadı. Bu da Millətlər Cəmiyyətinin, həmçinin Versal sisteminin zəifliyini nümayiş etdirdi. Milli münaqişələrin əsası qoyuldu. Belə ki, Almaniyanın üzərinə ən böyük maddələrdən biri onun təzminat qoyulması idi ki, bu da Almaniyada millətçiliyi baş qaldırdı. Həmçinin İtaliya və Yaponiya öz müttəfiqləri Amerika Birləşmiş Ştatları, Fransa və İngiltərə narazı qaldılar. Onlara vəd olunanlar tam olaraq verilmədi və mandat sistemi yaradılmış oldu. Mandat sistemi nədir? Belə ki, ABŞ istəmirdi ki, Fransa və İngiltərə daha da qüvvətləndirsin. Həmçinin istəmirdi ki, ABC Almaniya tam zəifləsin. Ona görə də Almaniyanın və Osmanlı Alman torpaqlarının birdəfəlik Böyük Britaniya Fransanın əlinə keçməsini qarşılamaq üçün bir növ işğalın daha digər versiyası idi, mandat sistemi idi. Mandat sistemi nə idi? Bir daha dedik. Osmanlıdan və Almaniyadan Alman torpaqları, bunlar yaxın şərq, xüsusilə Ərəb ölkələri və Afrikadakı mülklər Avropa dövlətlərinə verildi. Bunlar onların birbaşa mülki hesab edilmirdi. Sadəcə hansı dövlətlər ki, mandat hüququ alıb, yəni hansı dövlət ki, hansı ərazini idarə etmə hüququnu alıb, o ərazini Millətlər Cəmiyyətinin adından idarə edir. Kimlər mandat sistemi aldı? Bunlar İngiltərə, bunlar Fransa, Belçika və Yaponiya idi. Bunlar mandat sistemi sahibi oldu. Yəni bunlar yeni torpaqlar əldə etdi. Belə ki, Böyük Britaniya mandatı olaraq yenə də qaldı Misir və İraq, Fransa mandatı olaraq qaldı hara? Suriya. Həmçinin Versal sistemindəki əsas o dövlətlər, xüsusilə Fransa və İngiltərə bir-birinə yola gedəmirlər. Çünki onlar müstəmləkə olduğunda mübarizədə bir növ münaqişə yaşayırlar. Soyuq şəkildə də olsa. Digər məsələ, qeyd etdiyimiz kimi İtaliya və Yaponiya Versal konferansından nə oldu? Narazı qalmış oldu rəsmən. Mandat sistemi 3 kateqoriyaya bölünürdü. A, B, C. A və B kateqoriyaların sahibləri onlara yaxın zamanlarda həmin ölkələrə müstəqillik verməlidir. C kateqoriyasının isə müstəqilliklə söhbət getmirdi. C kateqoriyası həmin mandat sahibinin öz ərazisi sayılmış olurdu. Lakin Amerika Birləşmiş Ştatları Versal sistemindən tam olaraq istədiyini əldə edə bilməmişdi. Çünki ABŞ üçün əsas məsələ uzaq şərq və sakit okeanda münasibətləri tənzimləmək idi. Bunun üçün də o, yenidən Versal sisteminin baxması üçün ABŞ-nin paytaxtı olan Vaşinqtonda Vaşinqton konferansını keçirməyə nail oldu. Bu da oldu 1922-ci ildə. Versal konferansı 1919-20-də oldu, onun nəticələri dedik. Vaşinqton konferansı isə Versalın maddələrinin yenidən baxılması idi. 1922-ci ildə oldu. Vaşinqton konferansında ABŞ-nin istəyi üzərine keçirdi. Yenə burada əsas üçlük. Amerika Birləşmiş Ştatları, Fransa və İngiltərə və digər söz sahibi isə Yaponiya idi. Burada 3 müqavilə imzalandı. Birinci müqavilənin adı 4 dövlət müqaviləsidir. Bunu imzaladı Amerika Birləşmiş Ştatları, Fransa, İngiltərə, Yaponiya. 4 dövlət müqaviləsinə görə bu 4 dövlət uzaq şərqdə və sakit okeanda öz mülklərini, bir-birinin mülklərini tanıdılar. Öz ərazilərini tanıdılar. İkinci müqavilə olur Çinə aid. Bu 4 dövlət Çinin müstəqilliyini və onun sərhədlərini tanıyırlar. Həmçinin ABŞ-nin istəyi üzərinə Çinə açıq qapı prinsipi tətbiq olunur. Nədir açıq qapı? Bütün dövlətlər bərabər şəkildə Çinlə ticari sənaye müəssisələri yarada bilərlər. Bu da deyilir açıq qapı. Üçüncü müqavilə isə uzaq şərqdə və sakit okeanda silahların məhdudlaşdırılması oldu. Yəni bu 4 dövlət öz arasında razılaşdılar ki, biz uzaq şərqdə və sakit okeanda hərbi dəniz qüvvələrimizi məhdudlaşdırırıq. Bu isə Yaponiyanın xoşuna gəlmədi. Çünki Yaponiya uzaq şərq deyəndə sakit okean Yaponiyanın əsas ərazisidir, yəni Yaponiyanın öz ölkəsidir. Burada o öz dənizlərində qüvvəsini məhdudlaşdırmalı idi ki, Yaponiyanı Amerika ABŞ-dən acıqlı qalmasına səbəb çıxartdı. Həmçinin bu konferansda Yaponiyanın ABŞ-dən acıqlı qalmasının digər səbəbi isə Şandong vilayətinin Çinə qaytarılmasını nəzərdə tutulurdu. Ümumiyyətlə, Versal konferansına görə Yaponiya Çinin bir hissəsini və Koreyanı öz əlində saxlamışdır. Lakin Vaşinqton konferansında Çinin Şandong vilayətinin Yaponiyadan alınıb Çinə verilməsini müzakirə olundu ki, bu da Yaponiyanın ABŞ-yə qarşı digər acıqlı qalma səbəblərindən biridir. Bu üçüncü müqavilənin, yəni uzaq şərqdə silahların məhdudlaşdırılmasının 2 səbəbi oldu. Nəticəsi üzr istəyirəm. Bir iqtisadi nəticə, bir siyasi nəticə. İqtisadi nəticə oldu ki, artıq bu üçüncü müqavilə ilə dünya dənizlərində, okeanlarında Böyük Britaniya öz dəniz gücünü Böyük Britaniya, ABŞ-la bölüşməli oldu. Bu iqtisadi idi.
Siyasi isə oldu ki, uzaq şərqdən Yaponiyanın əl qolun olduğu bağlanmış oldu ki, bir daha deyək, bu da Yaponiyanın digər böyük üçlüklərin razı qalmasının səbəbi oldu. Versal-Vaşinqton konfransı bununla bitir. Daha sonra Versal-Vaşinqton konfransı bitəndən sonra Avropada xüsusilə Versal-Vaşinqtonu daha da möhkəmləndirmək üçün müəyyən görüşlər, konfranslar keçirilmişdir. İlk konfrans Viyana konfransı olmuşdur 1922-ci ildə. Viyana konfransı İtaliyada olmuşdur. İtaliyanın Viyana şəhərində. 1922-ci ildə ilk dəfə bura çağırılmışdı Sovet Rusiyası və Almaniya. Konferansın gedişatında, Viyana konferansının gedişatında Sovet Rusiyası ilə Almaniya arasında bir müqavilə imzalandı. Bu da hər iki dövlətin iqtisadi blokadadan çıxması yolunda ilk addım atılmış oldu. Qeyd etdik ki, Versal konferansına görə Almaniyanın ən çox çətin duruma salan məsələ təzminat idi. Bu təzminatın alınmasında Fransa təkid edilirdi. Çünki məlumatsa Fransa-Almaniya əsrlər boyu dayanan bir müharibəsi var idi. Fransa bir növ revanşını almış oldu Versal konferansı ilə. Ona görə Almaniya iqtisadi böhrandan dolayı müharibədən sonra Fransa təzminatı verməni gecikdirirdi. Ona görə 1923-cü ildə Fransa Almaniyaya qoşun yeritdi və Almaniyanın əsas sənaye mərkəzi olan Ruru işğal etdi. Lakin ABŞ və digər dövlətlər Fransaya təzyiq etdi, Fransa oradan geri çəkildi. Daha sonra ABŞ dövrəyə girdi və ABŞ-nin təklifi üzərinə Almaniya təzminatı uzadılmalı idi və təzminatın məbləği miqdarı aşağı düşürülməli idi. Bu da ABŞ-nin diplomatı olan Dawes irəli sürdüyü üçün bu adlanır Dawes planı 1924-cü ildə. Daha sonra gəlirik Locarno konferansı. Locarno konferansı İsveçrədə keçirildi 1925-ci ildə. Almaniya, Fransa, Belçika. Burada əsas müqavilələr imzalandı. Locarno konferansı 1925-də keçirildi İsveçrədə. Burada Almaniya, Fransa, Belçika arasında Reyn təminat paktı imzalandı. Reyn təminat paktının mahiyyətinə görə 1925-də imzalandı. Locarno konferansının gedişatında imzalandı Reyn təminat paktı Almaniya, Fransa, Belçika arasında. Bu üç dövlət bir-birini ərazilərinə hörmətlə yanaşacaqlarını qeyd etdilər ki, bu Reyn təminat paktı ilə artıq Avropada yeni bir dövrün başlanğıcı, yəni yeni bir münasibətlərin yaranması dövrü kimi olur. Çünki niyə? Məhz Reyn təminat paktından sonra Almaniya Avropada beynəlxalq arenada artıq dövlətlərlə belə deyək, münasibətlərini qaydaya salmış oldu ki, davamında 1926-cı ildə Almaniya Millətlər Cəmiyyətinə daxil olmuş oldu. Digər pakt isə Brion-Kelland paktı olur. Bu, ABŞ-nin diplomatı Brion, Fransa diplomatı Kelland'ın adı ilə bağlıdır. 1928-ci ildə oldu. Fransa və ABŞ ilk olaraq Brion-Kelland paktına sansür qoydu. Brion-Kelland paktına görə bu paktı imzalayan dövlətlər bütün müharibələri, münaqişələri sülh yolu ilə həll edəcəklərinə təminat verirlər. 1929-cu ildə Brion-Kelland paktına SSR daxil oldu. Lakin istər Versal-Vaşinqton sistemi, istər isə də həmçinin Locarnoda imzalanmış Reyn təminat paktı, həmçinin Brion-Kelland paktı uğursuzluğa düçar oldu gəlirsə. Niyə? Oradakı böyük dövlətlərin ədalətli olması ucbatından artıq bu paktlar, bu konferansda 30-cu illərdə rəsmən öz nüfuzunu, belə deyək, nüfuzdan düşəcəkdir ki, bu da ikinci bir müharibənin başlamasına gətirib çıxaracaqdır. Və dərsimiz də bundan ibarət olur.